Bu foto montaj deyil, tamamilə realdır və Maldiv hökumətinin sualtı iclasında çəkilib. Bəli, düz eşitdiniz. Bu iclas həqiqətən də okeanın 6 metr dərinliyində keçirilib. 2009-cu ildə Maldiv Respublikasının prezidenti Məhəmməd Naşid və onun kabinet üzvləri dünya tarixinin ən qeyri-adi hökumət iclaslarından birinə imza atdılar. Nazirlər xüsusi dalğıc avadanlıqları ilə suyun altına enərək iclas keçirdilər. Hətta sənədləri də orada imzaladılar. Danışmaq mümkün olmadığı üçün iştirakçılar bir-biri ilə xüsusi işarələr vasitəsilə ünsiyyət qururdular. Bəs bu qədər qeyri-adi addımın səbəbi nə idi? Maldiv adaları qlobal istiləşmənin təsirini ən ağır şəkildə hiss edən ölkələrdən biridir. Dəniz səviyyəsinin ildən ilə yüksəlməsi nəticəsində ölkəyə məxsus bəzi adalar artıq su altında qalıb, digərləri isə ciddi təhlükə ilə üz-üzədir. Prezident Məhəmməd Naşid bu simvolik aksiya ilə dünyanın diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükəyə yönəltmək istəyirdi. Məqsədinə nail olan Maldiv hökuməti dünya mediasının gündəminə çevrildi və bu hadisə iqlim böhranı ilə bağlı qlobal müzakirələrin simvollarından biri kimi tarixə düşdü.